Mədə kiçilmə əməliyyatı olmağımın başlı səbəblərindən biri də mobbinqə məruz qalmağımdır. Artıq çəkidən azad olmağın yollarından biri də mədə kiçiltmə əməliyyatıdır. Dünyada geniş yayılan bu üsul son illər Azərbaycanda da tətbiq olunur. Ölkəmizdə mədə kiçiltmə əməliyyatına üstünlük verənlərin sayı sürətlə artır. Sosial mediada paylaşılan öncə və sonra foto və videolar isə bu tendensiyanı daha da gücləndirir. Bu əməliyyatlar insanların həyatını necə dəyişir? Mədə kiçiltmə əməliyyatının müsbət və mənfi tərəfləri nələrdir? Hansı insanlar sizcə mədə kiçiltmə əməliyyatı elətdirə bilər? Əgər xəstəlik yaradırsa, o xəstə problemdirsə, belə adamlar eləyə bilər. İnsanlar ən azından sağlığına yaxşı fikir versə, ehtiyac duymazlar buna. Mənim fikrimcə budur. Yəni mən təsəvvür edirəm ki, bədənimə narazı bir insanam, əməliyyata girirəm, əməliyyatdan sonra həyatım tam istədiyim kimi olur. Mədə kiçiltmə əməliyyatı olmağımın başlı səbəblərindən biri də mobbinqə məruz qalmağımdır. Ən çox mən yaşlıların tərəfindən, məndən böyüklər və məndən kiçiklər tərəfindən məruz qalırdım. Mədə kiçiltmə əməliyyatı olduğum zaman mən 120 kilodan 65 kiloya qədər endim. Yəni tam-tamına 55 kilo bir çəki getdi məndən. Dünya kökələ gedir. Bu köklüklə dünya başqa cür mübarizə apara bilmir və bunun hal-hazırda dərman müalicəsi də yoxdur. Əlimizdəki ən effektiv vasitə cərrahi müalicədir. Bu əməliyyat qapalı icra olunur. Yəni demək olar ki, atravmatik bir əməliyyatdır və yarım saat çəkən bir əməliyyat. Bəziləri hesab edirlər ki, bu estetik əməliyyatdır. Xeyr, bu əsla belə deyil. Bu bir sağlamlıq əməliyyatıdır. Bəziləri yanlış hesab edirlər ki, hər kəs gedib bu mədə kiçiltmə əməliyyatını ola bilər. Yox, heç də belə deyil. Bu bir şəxsin ən az 30 kilo artıq çəkisi olmalıdır ki, mədə kiçiltmə əməliyyatına gedə bilsin. Düşünün, bir əməliyyat edirsiniz, yarım saatlıq əməliyyatı və əməliyyatdan 3-4 saat sonra pasiyent qalxıb gəzir. Səhərsi gün qidalanmağa başlayır. Bu durumda yapılması gereken kişilerin bu kararı alırken fizyolojik ve psikolojik bütün faktörleri bir arada değerlendirerek bir karar verme mekanizması üretmesini bekleriz. Bu süreç içerisinde bu değerlendirme yapılırken psikolojik destek alınması bu sürecin sağlıklı bir şekilde yürütülmesine de destek olmaktadır. Sosiologiyada bir termin var, ümumiləşmiş başqası. İnsan elə bir varlıqdır ki, başqasının baxışı əsasında yaşayır. O qədər ifrat dərəcədə arıqlayırlar, çəki atırlar ki, bu onların sağlamlığına ziyan vurur. Nədir? Qoy məni o cür görsünlər, qoy gəncləşim. Səhv təsəvvürdür. Həkimlər və psixoloqlar xəbərdarlıq edir ki, insan özünü olduğu kimi qəbul etməyi öyrənməlidir. Çünki bədən dəyişsə də, güzgüdə gördüyümüz insana münasibət çox vaxt ruhumuzdan başlayır. Əməliyyat qərarı isə ciddi və sağlam düşüncə ilə verilməlidir.